Hə, qardaş, buyur. Yəni, belə bir söz işlətmək olarmı? Allah hər şey istiva edib, lakin mənasını bilmir. Yəni, bu əqidə batıl əqidədir. Var buna deyirlər müfavvidə. Yəni, həvalə edilir Allaha mənasını. Hətta yəni, onlar deyirlər ki, Ər-Rəhmənu aləl arş istəva, nə mənada Allah bilir. Yəni, Rəhmən ərşə istiva etdi, mənasını Allah bilir. Yəni, zahirən nə gəlibsə odur. Yəni, nə badə açıqlayasan. Yəni, ayəyə izah vermək olmaz. Çünki mənası deyir, bilinmir. Və bu batildir, bu əqidə. Çünki hətta İbn Qeym Rahimullah Muxtasar Savaqül Mursələ kitabında buyurur ki, bu tətildən də şiddətlidir. Yəni, inkar etməkdən. Bu, inkar etməkdən də şiddətlidir. Yəni, bu cürünə mövqedə olmaq ki, mənasını Allah bilir. Bu batildir. Çünki Allahın kitabı ərəbcə nazil olub. Və istiva sözünün də ərəbcə mənası var. Yəni, o quru kəlmə deyil o söz. Mənası var istivanın. Və alimlər təfsir kitablarında baxsaz görərsiniz ki, mənalar verirlər istivaya. Aydındır? Əl-ulu, fovq, misal üçün, irtifa'a. Aydındır? Yəni, bu mənalar hamısı ucalıq, misal üçün, yüksəlmək. Yəni, bu deməkdir ki, bu sözün mənası var. Yəni, istivanın mənası aydındır. Yəni, keyfiyyətini var mı olmaz? Yəni, kim desə ki, mənası bilinmir, batildir. Batildir. Yəni, o insanı hətta küfrə aparır. Hətta, necə qeyd etdiyim, İbn Qeym Rahimullah buyurur ki, inkar edənlərdən şiddətlidir o əqidə. Yəni, ayənin zahirə alırsan və deyirsən ki, mənasını Allah bilir. Yəni, keyfiyyətinin mənasını, yəni, keyfiyyətinin necəliyini bilmirik. Amma ayənin, yəni, sifətin mənası aydındır. Sifətin mənası aydındır və necə gəlib İmam Malikdən soruşanda ki, məşhur hekayədir, əsərdir İmam Malikdən, Rahimullah. Soruşanda ki, Allah da ərşə istiva edib. Necə istiva edib? İmam Malik Rahimullah hə dedi, əl-istiva məlum. İstiva məlumdur deyir. Yəni, məlumdur, yəni istiva nə deməkdir? Yəni, Allah ərşə istiva edib. İstiva yüksəlməkdir. Aydındır, əl-istiva məlum. Vəl-keyf məchul. Yəni, bizə məlum olmayan hissəsi necəlidir? Keyfiyyəti. Aydındır, vəl-imanu bihi vacib. Yəni, iman gətirmək, yəni Allahın ərşə istiva etməsinə vacibdir. Və-sualu anhu bidə. Soruşmaq isə bu haqqda bidət. Nəyə soruşmaq? Necəliyini soruşmaq. Yəni, Allah Taala necə ərşə istiva edib? Bunu soruşmaq bidətdir. Amma mənasını yox. Yəni, sifətlərin mənası aydındır. Aydındır. Çünki Allah Taala Quranı ərəbcə nazil edib və ərəb dilində bu kəlmənin mənası var. Yəni, Allah Taala belə ayə nazil etməyib ki, onun mənası bilinməsin bizə. Yoxdur. Yəni, Quran-ı Kərimdə belə ayə tapmarsan ki, onun mənası gizlidir hələ də bizə. Yoxdur bu. Amma bu, hətta deyərdim ki, yəni, suizən eləməkdir Allah haqqında. Yəni, pis zəndə olmaqdır. Aydındır. Bu, batil də əqidə. Ona görə bu cürə söz demək olmaz. Bununla kifayətlənirəm və Allahdan istəyirəm ki, işlərinə faydalı etsin. Və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və sahbihi ecmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.